Bismillahirrahmanirrahim. Allahümme salli ala Muhammed ve ali Muhammed. Allahümme əccil vəliyyekel fərəc. Məqasid kitabından 365-ci dərsi oxuyuruq. Bildiyiniz kimi bəhsimiz sehirdən gedir. Və sehrə alimlərimiz tərif deyiblər. Bu təriflərdən ikisini oxumuşuq. Əllamə Qəvaid kitabında bir tərif deyib, Fəxrul Muhəqqiqin İzah kitabında digər bir tərif deyibdir. Bugünkü dərsimizdə də bir neçə alimin sehrə verdiyi tərifləri oxuyarıq. Bu alimlərdən biri Fazil-ül Miqdaddır, Tənqih kitabında sehrə tərif deyib. Digər alimlərdən Əllamə Məclisidir, Biharul Ənvar kitabında sehrə tərif deyib. Mərhum Şeyx Murtəza Ənsari buyurur, və ənil Fazil-ül Miqdad fit Tənqih. Buyurur, bizim görkəmli alimlərdən biri Fazil-ül Miqdad Tənqih kitabında tərif deyib sehrə. Yəni nəql olunub Fazil-ül Miqdaddan ki, o Tənqih kitabında sehrə belə tərif deyib. Buyurub, ənəhu əməlun. Buyurub, sehr bir əməldir ki, yüstəfadu minhu. Ondan istifadə olunur. Mələkətun nəfsaniyyə. Bir dənə nəfsani mələk. Mələkə-i nəfsaniyyə, yəni bu əməl nəticəsində insan bir dənə halət tapır, bir dənə qüvvə tapır özündə və mələkə olur. Bir dənə mələkə olur bunda. Artıq insan bu qüvvə əsasında, bu qüdrətlə, bu qüvvə ilə yəqtədir biha əla əf'alin qəribə və əsbabin xəfiyyə. Biha mələkətun nəfsaniyyəyə gedir. Yəni insan bu əməlin nəticəsində özündə bir dənə qüdrət tapır və bu qüdrətlə artıq qərib əməllər yerinə gətirir. Qərib, yəni insan zehnindən uzaq olan əməllər, feillər yerinə gətirir və əsbabın xəfiyyə. Səbəbləri də məxfi olur. Yəni digər insanlar bilmirlər ki, bu hansı yolla, hansı səbəblə bu işləri gördü. Və haza yəşməlu elməyil xəvas vəl-hil. Və bu tərifi ki, Fazil-ül Miqdad Tənqih kitabında buyurub, bu tərif şamil olur xəvas və hil ilminə. Xəvas və hil ilmi dünən oxuduq, dünənki dərsimizdə oxumuşduq. Deməli, Fazil-ül Miqdadın tərifi şamil olur bu iki elmədə. Ümumi tərif bundan ibarətdir. Sehr bir əməldir. İnsan onun nəticəsində, o əməlin nəticəsində özündə bir dənə qüvvə hasil eləyir və həmən qüvvə vasitəsilə insan zehnindən uzaq əməllər icad eləyir. Amma səbəbi nədir? Səbəbləri digər insanlar bilmirlər.
Bu da sehrə belə bir tərif yazıb. Və qalə fil bihar, mərhum Əllamə Məclisi Bihar kitabında buyurubdur. Bədəmə nəqələ ən əhlil lüğə. Əvvəl əhli lüğətdən müəyyən sözlər nəql eləyib və sonra buyurub. Ənəhu ma lətufə və xəfiyyə səbəbu. O da sehrə belə tərif deyib. Deyib, sehr odur ki, lətifdir. Lətif o şeyə deyirlər ki, yəni görünmür. Və xəfiyyə səbəbuhu və onun səbəbi də məxfidir. Yəni, insanlar sehirbazın elədiyi əməlinin səbəbini bilmirlər və o qədər incədir ki, insanlar onu tuta bilmirlər. Yəni, bunu əhl-i lüğətdən nəql edib Əllamə, sonra buyurub, İnnəhu fi urfiş-şər. Bu, əhl-i lüğətin tərifidir. Ma lətüvə və xəfiyyə səbəbu. Sonra buyurub, İnnəhu fi urfiş-şər. Sehr, şəriət ürfində, yəni müsəlmanların dilində muxtəssun bi kulli əmrin yuxva səbəbu. Buyurub, sehr məxsusdur hər o işə ki, onun səbəbi məxfidir. Yəni, hər o işi ki, onun səbəbi bilinmir, insanlar arasında bilinmir, aydın olmur, o sehirdir. Əllamə də belə tərif deyib. Və yutəxəyyəl əla qeyri həqiqəti. Və özü də ki, insanlar içində insanlar belə xəyal eləyirlər. Yəni, belə xəyal olunur ki, bu həqiqət deyil, qeyri-həqiqət üzərindədir. Məsələn, sehirbaz ipi qaldırır, eləyir ilan. Yəni, insanın da zehnində budur ki, bu ip idi, bu necə ilan oldu? Deməli, bu ilan həqiqi deyil, həqiqi ilan deyil. Və yəcra məcra tənviyyə vəl-xuda. Ya xudə. Bu, cari məcradır. Yəni, bu sehr tənviyyə və hilənin üzərindədir. Yəni, hilə nə cürdür, tənviyyə nə cürdür, bu da onun kimidir. Tənviyyə özü nədir? Niyə görə tənviyyə deyibdir? Tənviyyə bir şeyi onun həqiqəti kimi göstərmək yox, bəlkə qeyri-həqiqəti kimi göstərməkdir. Məsələn, tənviyyə sözü həmişə filizdə işlənər. Məsələn, insanlar götürürlər filizi, onu qızıl suyuna salırlar, deyirlər bu qızıldır. Halbuki bunun həqiqəti filizdir, qızıl deyil. Və yaxud bir filizi götürürlər, gümüş suyuna salırlar, deyirlər bu gümüşdür. Halbuki gümüş deyil, həqiqəti filizdir və lakin o gümüş suyu ilə rənglənibdir. Bəs burada da sehr bu tənviyyə kimidir. Yəni, həqiqət başqa bir şeydir, zahirdə başqa bir şeydir. Ona görə də buyurur və yəcri məcrə tənviyyə. Bu, tənviyyənin cari olduğu kimi cari olunur. Yəni, tənviyyə nə cürdürsə, bu da onun kimidir. Hilə, kələk üzərində qurulur. İntaha. İntaha, yəni, mərhum Əllamə Məclisinin Biharul Ənvar kitabında sehrə verdiyi tərifin sonudur. Yəni, o ağada belə tərif deyib. Və haza əəmmun minəl kul. Mərhum şeyx buyurur ki, Əllamənin söylədiyi bu tərif bütün söylədiyimiz təriflərdən əəmmədir. Yəni, Fazılül Miqdadın tənqihdə buyurduğu tərif, Əllamənin qəvaiddə dediyi tərif, Fəxrül Muhəqqiqinin izahda dediyi tərifdən əəmmədir. Nəyə görə? Buyurur, Ləənnəhu zəkərə bədə zalik ma hasilu.
Ona görə deyirik əəmmədir ki, Əllamə Məclisi bunları zikr eləyəndən sonra, bu tərifi deyəndən sonra müəyyən sözləri zikr eləyibdir. Onun sözlərindən anlayırıq ki, bunun tərifi əəmmədir o biri təriflərdən. Ləənnəhu zəkərə bədə zalik, yəni bu tərifdən sonra zikr eləyib o şeyləri ki, hasiluhu, onun hasili budur ki, sizə deyirik. Və bu hasildən belə anlayırıq ki, Əllamənin söylədiyi tərif əəmmədir digər təriflərdən. İnşallah o hasili nədir? Gələn dərsimizdə oxuyarıq. Elhamdülillahi Rabbil aləmin.